Musayev. 1969-1993 ildə şəhid oldu. Allah yerləri cənnət eləsin, məqamlarımızı eləsin. Bəli, mən həmişə demişəm çıxışımda 88-dən, 90-dan, 93-dən, 94-dən 44 günlük müharibəyə qədər şəhid olan əskər və zabitlərimizin və polis qardaşlarımızın, şəhidlərimizin qisasları 44 günlük müharibədə alındı. O 44 günlük müharibədə zəfər gününü o şəhidlər Azərbaycana hədiyyə elədi. Dəmir yumruq şəhidlərin yerə tökülən qanlarıdır. Hamısı birləşib dəmir yumruq olurdu. Ona görə ki, biz şəhidlərimizə borçluyuq. İstər Şəhidran olsun, istər silahlı əskəri olsun. Hamısı bir adlar. Şəhid adlar. Şəhidli zillasını ucalmaq adlar. Allah hükmətlərini görmək. Amin. Sizin sözünüzə görə sentyabrın 29-28 idi, burada Ruslan yığışmışdı. Elə yığışmışdı zabitlər, yardım aparmışdı. Mənim ağam orada bir aramızda atabala kimi yox, üzr istəyirəm, bir dost kimi zarafatımız vardı. Dedi, ata sizin qalıqları biz təmizləyək. O sözü orada istərdi ki, mən özüm birinci Qarabağ müharibəsinin 2-ci buraya əliliyəm, hərbisiyəm. Onunla 44 günlük müharibənin şəhidi. Orada söz işlətdi ki, indi sizin qalıqları biz təmizləyəcək. Düzdür, torpağı qaytardılar, amma özləri qaytardılar, çox təəssüf olsun. Amma özləri qaytmadılarsa, Azərbaycana həqiqətən də bir açıq səma verdilər, azadlıq verdilər, yaşayış tərzi verdilər. Ali Baş Komandanın başını dünyada uca tutdu, uca ellədilər. Bizim evlatlar, bizim ordumuz, bizim o şəhidlərin sayəsində bugünkü gündə hər bir yerdə öz sözünü deməyə haqqı və hüququ var və deyir də, hər yerdə də tanınır. Allah sənin şəhidlərimizə rəhmət edir. Naxçıvan şəhərindən şəhidimizin atası, Cənab Leytinat Məram adımızın atası gəlibdir. Şaxtıq rayonunun Kesilli kəndindəndir. 86 günü övladı tapılmayıbdır Murovda. Yəni bugün də sağ olsun ki, şəhid atası da gəlib. Bu uzaq rayonlara şəhidlərimizə gücümüz çatdığı qədər ziyarət edirik. Buyurun, Allah razı olsun. Buyurun, danışın sizdən. Mən də buradan bütün şəhid atalarına, analarına salamı göndərirəm. Allah şəhidlərimizin məqamı ucu eləsin. Bunların hamısı bir cənnət mələdir. Burada mən elə çox qürur duydum ki, bunu çox gözəl belə yapmayır. Bu bizə fərq, bunlarla mən fərq edir. Allah bir aziyat keçsən hər bir vətəndaşa, hər bir kimsə aziyat keçsin, bax bu gözəl bir xiyaban düzəldirsə, mən çox fərq olarım, qürur duydum. Allah onun ömrü uzun eləsin ki, belə bir çox gözəldir. Tovuz rayonunda şəhidlər xiyabanı. Naxçıvan Şadıda keçir kəndinə gəlmişəm. Həmzə mənim adaptasyon deyirlər. Bizim çox Şamşir 370 hamlət olduğunda bölük komandır işləyir. Bu torpaqlara yəni həmişə soruşurdum, deyirdi oralar gözəl bir yerlərdir. Bugün yenə gəldim, onun düzdür. Bu yollarda getdi. Gördüm. Bu həqqlərlə deyirdi. Çox gözəl torpaqlardır. Bugün yenə deyirəm. Yəni mən onu buradan nəfəsə deyil aldım. Allah onu şad eləsin cəmi şəhidlərimizi. Allah hamısı hamısı eləsin. Allah bizlərə səbir versin. Bizi çatısında ama qururdur. Allah bizlər Müslüman ıslah eləsin. Aziz qardaşlarım, xoş gəlmişsiniz. Bu 92 şəhidlərimizin məzarları önündə mən bir söz demək istəyirəm. Vətənin o başı yox. Şəhidin köhnəsi təzəsi yox. Mən bugün gecə telefonda bir şeylə rastlaşdım. Çox mənə pərişanım. Demək olar ki, mən bu gecə yatmamışım. Dünənki əhval-ruhiyyəmlə mümkün arasında dünyalar fərq yaradır mənim. Çünki elə bir belim dönür. Orada deyir, mən 92-nin şəhidi, 2020-nin şəhid valideynləri falan festəkən bu mənə çox incidir bir sözdür. Bu oğulların hamısı bizim bütövlüyümüz uğrunda, suverenliyimiz uğrunda, varlığımız uğrunda can verirlər. Torpaqlarımızı azad edirlər, özümüzün var olmağımız üçün can verirlər.
Mənim oğlum 18 yaşlıdır, əsgər su təyinatlarının əsgəri. Bu əsgər 18 yaşında 6 gündür əsgər gedib Tovuz hadisələri olub. Bu əsgər fikirləşdimi ki, 92-də nə olub, 93-də nə olub. Bir dənə amalları var idi ki, torpaqlarımız azad olub. O yarım qalan işlərimiz davam edəməlidir. Bizim o vaxt əsgərlərimizin, zabitlərimizin silahı sursatı yox idi, təminatımız yox idi, konkret desək təminatımız yox idi. Və o sıfatla, o yox olan hər bir şeyini burada ordunun qabağına çıxıb, qorumaq, torpaq uğrunda döyüşmək, hər nə qədər ölkənin vətəndaşı onu eləyə bilməzdi. Bizim ölkənin vətəndaşları elədi onları. Yalın ayla, yalın ayaqla vətən qorudular. Və o vətəni bizlərə əmanət elədilər. Bizim oğullarımız da bugünkü gündə vətənimizi azad elədilər. Verilən torpaqlarımızı, işğal olunan torpaqlarımızı. Mən deyərdim ki, tək erməni faşizmi deyildi bu işin arxasında. Hamımız bilirik də burada nələr var idisə. Öz içimizdə olan satqınlarımız var idi. Erməniyə işləyən başqa imperiya var idi. Bu şeyləri çox xahiş edirəm, şəhid ailələri olaraq səsimizi ucaldaq, bu seçkini aradan götürək. Şəxsən mən bu 5 ildir bu sözü deyirəm, amma dünənki söhbətdən sonra mən çox sarsılmışam. Deməli, belə çıxır ki, 5 gündən sonra nəsə olsa bizimkilər də həminkilər kimi unudulmalıdır, deyilməlidir. Üstdən xətt çəkilməlidir. Torpaq verənlər, torpaq alanlar, bu nə söhbəti sarıqlar olur? Mən hər dəfə mənə deyirlər ki, sən hər dəfə bir mövzu taxır deyirsən. Bəli, mən onu izləyirəm, mənə çox ağır gəlir. Siz Naxçıvandan gəlmişsiniz, çox xoş gəlmişsiniz. Sizin oğlunuz Tovuzda nə gəzir? Siz Naxçıvan etmişsiniz, qoymuyorsunuz oğlunuz Tovuzda gəlməyə. Xətrimə deyməsin, bunu mən həmişə deyirəm. Mənim oğlum, bir məmura da sual verdim ki, mənim oğlum Murovda nə gəzir, Şuşada nə gəzir, Tovuzda, Tovuzda. Bu vətən varsa, qurban da var. Müharibə varsa, şəhid də var. Biz torpağımız, biz öz mənliyimizi qorumuşuq, biz heç kimi qorumamışıq. Bizim oğullar özümüzü qoruyub, ana bacısını qoruyub və vətənimizin bütünlüyünü qoruyub. Çox xahiş edirəm, elə yaxşı ki buradasınız, yaxşı ki gəlibsiniz. Çox xahiş edirəm. Bütün şəhid ailələri olaraq bunu hər yerdə səsləndirək ki, bu söhbət aradan götürülsün. Bizim evlatlarımızın qüruruna, bizim evlatlarımızın məqamına toxunur bu söhbət. Mən ana olaraq Mənim də dostlarım, qardaşlarım şəhid olur. Amma o şəhidlər mən indi də neçə il yəni ziyarətini edirik. İndi də şəhid nə olduğunu bilirik. O vaxt da çətin dövrüdür. O döyüşlər də çətindir. Silah yoxdur. Bir təminatımız yoxdur. Valla xalq olaraq, birlik olaraq yenə deyirəm. Hamımız bir-birimizə dəstək olduq. Görsən, Naxçıvanda bir qarşı torpaq verilmədi. Ona görə ki, şəhidlərimiz də oldu, qazilərimiz də var, veteranlarımız da var. İndi də valla bunu başa dərk edən şəhiddir, fərqi yoxdur. Hansısa insanların fikridir, insan demirəm, mən onlara... Afet döyüşləri istəyir, hamısı döyür. Hamısı bizim öz balalarımızdır, öz qardaşlarımızdır. Onu niyə ki olmaz? Unutturmaq olmaz. Ona görə... Şəhidlərimizi həmişə paylaşırsınız, tanıtdırırsınız, təbliğ edirsiniz. Amma ana bir yaxşı ifadə işlətdi ki, verilən torpaqlarımız. Erməni heç vaxt bizdən torpaq almır. Erməni gücü çatmazdı bizdən torpaq alsa. Həmişə bizdə bizim xainlərimiz olub. Bugünkü günü də bizim xainlərimiz var. Hələ də ölkə rəhbəri təmizləyib qutara bilmir. İnşallah təmizləyər. İnşallah. Damat yumruq o içimizdəki xainləri boşalır. Allah ölkə rəhbərimizi qorusun. Həmin xainlər biz prezidentimizi dəstəkləyirik. Prezidentimiz nə bilir ki, buradan nə olur? Bizim ailə... Siz xoş gəlmişsiniz. Naxçıvanda buraya əziyyət çəkib soruldu. Sağ olun, anam. Amma gene bir söz deyim. Bizim oğullar 93'ten buraya, 92'den buraya 44'ünküler 93 kısasını aldı. Alkatörler 44'ünkünü aldı. O oğullar kardeş idi. Ben oğluma sizden üzür istəyirəm, dönə. Ben oğluma zəng çalanda kimi, ay oğlum, sənin əskərin haralıdır? Dedi, haralı sözünü işlətmə ana. O mənim qardaşımdır. Biz bütün ölkənin, Azərbaycanın qisasını alırıq. Ona görə də həqiqətən burada şəhid seçmək söhbəti yoxdur. Aman ana düz deyir. Mən də səhər o şeyin hadisəsini unudum. 92-cinin şəhidlərin adlarını çıxış edir. Adlarını deyir bizim adlarımızın nə kimsinə düz deyir ana. Biz
92-ni əsas 92-də qiymət verməliyik ki, bizim antiterrordan 44-ün arasında nə qədər şəhidlərimiz var. Onların adları çəkilirmi? Mənim oğlum antiterror şəhididir. 44-də döyüşə gəlib, 4 ayda bir həftədə komada qalıb. Qasımov Hacıəlinin anasıyam. Amma yenə deyirəm, biz birlik olmasaq düzəlməyəcək. Biz birlik olmalıyıq. Bir-birimizin arkasında durmaq. Bizim oğullarımız sizin Naxçıvanda Toğuza gətirib. Biz Toğuzun anaları Naxçıvanda qoyub. Mən şəxsən oğlum qoymazsa biz başqa rayona gitməyə. Amma bütün rayonları gəzirəm. Onu mənim oğlum aparır. Oğlumu tanıyıram. Təkcə mənim oğlum yox, tüm şəhidlər mənim oğlumdur. Mən bir hacını yox, milyonla hacını itirmişəm. Amma mən o ananın oğlunun yanında mənim oğlum Elmar Hacıəli qucağıma şəhid oldu. Mən getdim o yerləri gördüm. Yenə də deyirəm ki, valla Xankəndi dağılsın. Mənim oğlum oradan ağ bayraq qalxanda sınaq edən oldu. O əskərlərini bıraxdı. Yenə deyim, mən təkcə mən yox, sizin oğlunuz elə şəhid olur. Amma ana oğlu şəhid elə şəhid olur. Atan oğlu elə şəhid olur. Onlar necə şəhid olursa onu Allah bilir. Onun da dəyərini biz saxlamalıyıq. Məsələn, o bizim uşaqlar silahla gedib, ancaq 42-ci yox, 92-cilər yox. Onlar ayıqlardır.